Salam, hər vaxtınız xeyir olsun, əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Çinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Test 74-də zaman mövzusuna və mövzuya aid tapşırıqlarla qarşınızdayıq. İlk öncə zaman vahidləri haqqında qısa məlumat verim ki, zaman vahidlərinin ən kiçiyi saniyə, daha sonra dəqiqə, saat, o cümlədən də saatlar birləşir, olur gün, günlər, həftə. Yəni bu zaman vahidləri və zaman vahidləri arasındakı əlaqəni, çevirməni bilməyiniz mütləqdir. Necə ki, uzunluq vahidləri haqqında demişdim, kütlə vahidləri haqqında demişdim. O cümlədən də zaman vahidlərini də bilməyiniz vacibdir ki, tapşırıqları yerinə yetirməkdə çətinlik çəkməyəsiniz. Mən tapşırıqların həlli zamanı zaten zaman vahidləri haqqında danışmış olacağam. Yəni bizə lazım olan məlumatları sizə çatdırmış olaram. Ona görə də birbaşa tapşırıqlara keçirəm. İlk tapşırıq 1-dən başlayırıq. 1-də yazır ki, 2 saatın neçə saniyə olduğunu hansı ifadə ilə tapa bilərik? Birinci bilməyimiz lazımdır ki, 1 saat bərabərdir 3600 saniyə. Və 2 saatın nə qədər olduğunu tapmaq istəyiriksə, o zaman yəni biz 2-ni vurmalıyıq 3600-ə. Düzdür, burada 2 vurulsun 3600 yoxdur. Amma 1 saatın içində 60 dəqiqə var və hər dəqiqənin içində də 60 saniyə olduğuna görə, məsələn, əslində 1 saat bərabərdir, burada yazmış olaq ki, bərabərdə 60 dəqiqə. Və hər bir dəqiqə də 60 saniyə olduğuna görə, 60 saat. Buna görə də biz 1 saatı 60 vurulsun 60 kimi göstərə bilərik. Yəni ki, bu şəkildə. 2 saat bizdən istəyir. 2-ni də vurmuş olsaq, 2 vurulsun 60 vurulsun 60 kimi göstərsək, doğru cavabımız B variantında veriləcək. 2-yə baxırıq. Yazır ki, əqrəbli saatda göstərilən vaxta uyğun gələn saatlar hansılardır? Əqrəbli saat verilib. Saatı baxırıq ki, 10 tamamı keçib, artıq 11-ə işləyib 5 dəqiqə. Yəni normalda 10:05 olması lazımdır ki, doğru cavabda 1-də biri doğrudur. Daha sonra neçədir? Gecə də olsa 22. Yəni bu artıq gecə saatı ilə üzərinə 12 gəldik. Gecə saatını tapmışıq. Yəni günortadan sonra 12-dən sonraki saatı tapmaq üçün üstünə 12 gəlməliyik. Bu da eləyəcək 22. 22:05 bu da 3-də var. Deməli 1 və 3 doğru cavablar B variantında var. 3-ə baxırıq. Yazır ki, A məntəqəsindən eyni vaxtda yola düşən avtomobil və yük maşını fərqli zamanlarda B məntəqəsinə çatır. Avtomobil bu məsafəni 2 saat 20 dəqiqə 25 saniyə qət etdi. Yük maşınının sərf etdiyi zaman isə avtomobilçindən 1 saat 12 dəqiqə 45 saniyə çoxdur. Yük maşını bu məsafəni nə qədər vaxta getdi? Zaman vahidlərinin hesablanmasının ən sadə yolu, ən rahat yolu saat, zaman, saat, dəqiqə və saniyə ilə, yəni elə bir ki, rəqəmsal olaraq hesablamaqdır ki, bunun üçün də 2 saat yazırıq 2 saat 20 dəqiqə 25 saniyə. Saniyəsi də var, 25-də yazırıq. Daha sonra bu oldu avtomobilin. Bundan 1 saat 12 dəqiqə 45 saniyə çoxsa üstünə gəlmiş olaraq 1 saat 12 dəqiqə 45 saniyəni. Toplayarkən nə edirik? Biz bilirik ki, bunlar arasındakı əlaqə 60-60-60 olur. Yəni 60 saniyə olarsa artıq bunu 1 dəqiqəyə çevirərik. 60-dan çox olan hissəni isə saniyə üçün saxlayaq. 25 ilə 45 toplayırıq 70. 70-dən 60-ını götürürük. Yerdə qalacaq 10. Onu 1 dəqiqə kimi dəqiqənin üzərinə əlavə edirik. 20 ilə 12-ni topladıq, elədi 32. O da 1 elədi 33. Və 2 ilə də 1-i toplayanda 3. Deməli 3 saat 33 dəqiqə 10 saniyə gedəcək ki, 3 saat 33 dəqiqə 10 saniyə də B variantında var. Növbəti tapşırıq 4-ə baxırıq. Yazır ki, bir günün 8-də 3 hissəsi neçə dəqiqədir? Birinci bilməliyik ki, bir gün bərabərdir 24 saat etmiş olur. Və bunun da 8-də 3 hissəsini tapmaq istəyək. 24-ü bölmüş olaraq 8-ə, vurmuş olaraq 3-ə. Bu da bərabərdir 9 saat etmiş olacaq. Və bizdən
neçə dəqiqədir soruşursa, 1 saat 60 dəqiqədir. 60-ı da vurmuş olaraq 9-a. Bu da bərabərdir 540 dəqiqə etmiş olacaq ki, doğru cavab A variantı. 5 nömrəli tapşırıqla davam edirik. Yazır ki, Zaurun zəli saatı neçədə çalacaq? Zaur deyir ki, axşam ona 23 dəqiqə işləmiş saatımın zəncini 9 saat 27 dəqiqə sonraya quraraq yatdım. Deməli, ona 23 dəqiqə işləyib. Bu demək ki, saat 9-u keçib ona işləyir. Və 9 da 21. Deməli, saat 21, 23-də qurmuşdur. Və 9 saat 27 dəqiqə sonra üstünə 9 saat 27 dəqiqə gəlmiş olsaq, olacaq bura 50, burada da 30. Əgər zamanların cəmi 24-ü keçirsə, biz bilirik ki, bir sutka, yəni bir gün 24 saatdır. Artıq növbəti sutkada zaman göstərmiş olar ki, burada da 24-ü çıxırıq və saatın nə zaman çalacağı, yəni zəngi saatın nə zaman çalacağını tapmış olaraq ki, burada 50 qalır. 30-dan da 24-ü çıxanda 6. 6-50 cavabı da hansı variantda verilmişdir? Baxırıq ki, A variantında verilib 6-50. Bu da əqrəbli saatla göstərilmişdir. 6-ya baxırıq. Yazır ki, 30 saniyə 1 saatın hansı hissəsini təşkil edir? Biz bilirik ki, 1 saat 3600 saniyədir və 3600-də 30-unu təşkil etmiş olacaq ki, bu sıfırları birinci buradan götürək. 360-dən 3 hər ikisi 3-ə bölünmüş olur. Burada 1 qalmış olacaq. Buranı da ixtisar aparmış olsaq, eləcək 120. 120-də 1 etmiş olur ki, doğru cavab da B variantında var. 7-yə baxırıq. Yazı aşağıdakılardan hansı Ayselin dediyi vaxtı göstərir? Deməli, aşağıdakılardan hansı? Baxır ki, səhər saat 7-yə qalıb 22 dəqiqə. Bu da o demək ki, 7-yə qalıbsa 6 olacaq 38. Çünki saat 6-nı keçib 7-yə 22 dəqiqə qalıb, 60-dan 22 çıxırıq, 38 etmiş olur ki, doğru cavab da D variantında verilmişdir. 8-ci sualda yazır ki, Səma 17:35-də avtobusa mindi. O növbəti 6-cı dayanacaqda düşməlidir. Avtobus hər növbəti dayanacağa 5 dəqiqəyə çatır, hər dayanacaqda 2 dəqiqə yubanır. Səma avtobusdan düşəndə saat neçə idi? Səma avtobusa mindi və orada minəndə 2 dəqiqə gözləmiş olacaqlar. Bu məlum məsələdir. Ondan sonra yola düşdü, 5 dəqiqə yol getdi. Növbəti dayanacağa çatanda yenə də 2 dəqiqə gözləyəcəklər. Bu ardıcıllıqla davam etmiş olacaq. Sonuncu dayanacağa çatanda, yəni 6-cı dayanacağa çatanda artıq orada 2 dəqiqə gözləməyə ehtiyac yoxdur. Bizə lazımdır ki, 1-ci ilə 6-cı arasında neçə aralıq var? 5 aralıq var. 5 aralıq var və hər aralığı 5 dəqiqə getdiyinə görə vurarıq 5-ə. Görək ki, nə qədər zaman keçmiş olacaq. Və hər dayanacaqda da 2 dəqiqə dayanır. Sonuncusu dayanmayacaq. Birincisində isə minəndən sonra 2 dəqiqə dayanmalıdır. Bu da 6 dayanacaqdan sonuncusunda zaman dayanma zamanı bizə lazımdır. Çünki bizə deyir ki, Səma avtobusdan düşəndə saat neçə idi? Bu da üstünə də gəlmiş oluruq. 2 vurulsun. Bu da 5 dənə dayanacaqda olacaq. 5-ə vurmuş olaraq. Bu da bərabərdir. 5-i 5-ə vursaq 25. O da 2-ni də 5-ə vursaq edəcək 10. 35 dəqiqə vaxt keçmiş olacaq. Saat 17:35-dir. 17:35-in üzərinə və buradan elə 17:35-in üzərinə 35 dəqiqəni gələr. Yəni 00 saat 35 dəqiqəni gəlmiş olsa, bu da 30 yazdım. 35. Gəlsək edəcək 70, onu yazırıq, 60-ı saata vermiş olaraq. 17 o da 1, 18. 18 onda dayanacaqda düşəcək. Doğru cavabımız da A variantında verilmişdir. Növbəti 9-cu suala baxırıq. Yazır ki, 45 suallıq imtahan testini saat yarıma bitirən Mədinə hər sual üçün orta hesabla nə qədər vaxt sərf etmişdir? Saat yarım, yəni 1 saat, bir də saatın yarımı. 1 saat 60 dəqiqədir, yarımda 30, elədi 90 dəqiqə. 90-ı bölərik 45-ə, bu 45 deyil, 40 yazırım. 45-ə, bu da 2 dəqiqə.
Burada 2 dəqiqə yoxdur, amma bunu saniyə ilə göstərə bilərik ki, 2 dəqiqə 120 saniyə edir. Doğru cavab da A variantı. Ona baxırıq. Yazır ki, Greenwich vaxtına görə Bakı və Sidney arasındakı saat fərqi göstərilmişdir. Bakıda 13:20 olduqda Sidneydə saat neçə olacaq? Deməli, burada baxırıq ki, saat 10:30 olanda, digər tərəfdə isə neçədir? 4:30-dur. Deməli, 6 saat fərq var. 6 saat geridədir. 6 saat geridə olduğuna görə də biz də deyik ki, burada bizdə 13:20 olduğu üçün bundan 6 çıxsaq qalacaq 7:20 olmuş olacaq. 7:20 yoxdur. Deməli, bu belə çıxır ki, bu qabaqdadır bizdən. İrəlidədir Sidney. Çünki burada 6:30 geri getmiş olsaq belə olacaq. Burada 13:20-dən geri gedəndə yoxdur. Amma irəli getmiş oluruq. Onda 6 saat irəli getsək 19:20 olacaq. Doğru cavab da C variantı. Yəni burada ya 6 saat irəlidədir, ya da 6 saat geridədir. Bu belə çıxır ki, 6 saat irəlidədir bizdə. Bizdə 13:20 olursa, orada 19:20 olacaq. Amma məncə geridə olması lazımdır. Biz irəlidə olmalıyıq. Nəysə, 19:20 doğru cavabımız. Keçirik növbəti tapşırığa. Görək ki, növbəti tapşırıqda nə yazır? Yazır, aşağıdakı cədvəldə Humayun bir günlük proqramının bir qismi verilmişdir. Cədvələ görə Humay dərslərini öyrənib qurtardıqda saat neçə olacaq? Deməli, 13:30-da məktəbdən gəlmə vaxtıdır. 40 dəqiqə dincəlir. Sonra 45 dəqiqə riyaziyyat işləyir. Oldu 85. 10 dəqiqə yenə də dincəlir 95. Daha sonra da az dində 45 dəqiqə. Bu da necə 1 saat 40 dəqiqə etmiş oldu. Yəni 1 saat deyirəm, 140 dəqiqə etmiş oldu. Bu da 1 saat 20 dəqiqə etmiş olur. 13:30-un üzərinə 1 saat 20 dəqiqəni gəlmiş olsaq 14:50 etmiş olacaq ki, bunu da əqrəbli saatla baxanda 14:50. Yəni 2-ni keçib 3-ə qalıb 10 dəqiqə. Bu da B variantında verilmişdir. Burada nə yazdım? 50, 14, 15 yazmışam. Aha. Çoxlar deyəcək ki, orada 14, sadəcə indi yazanda orada fikir vermirəm. Biraz tələskənlikdən. 12-yə baxırıq. Ya ki, qonaq otağındakı divar saatımız hər 2 saatdan bir 10 dəqiqə geri qalır. Bugün saat 17:00-da dəqiq vaxta uyğun qursaq, sabah 17:00-da saat neçəni göstərəcək? Geri qalır hər 2 saatda 10 dəqiqə. Demək çıxır ki, hər saatda 5 dəqiqə geri qalmış olacaq. Bu da 24 saat keçmiş olacaq. Yəni bugün saat 17:00, 24-4-ü vurmuş olsaq 5-ə, bu da eləyəcək 120 dəqiqə etmiş olacaq. Bu da 2 saat. Deməli 2 saat geri qalacaq. 17:00-ın əvəzinə 15:00 olacaq ki, bu da D variantında verilmişdir. 13-də yazır ki, 12-də 1 saat neçə dəqiqəyə bərabərdir? 1 saat 60 dəqiqədir. 12-də 1-i də eləyəcək 5 dəqiqə. Doğru cavab A variantında verilmişdir. 14-də yazır ki, boş xanaya neçə yazılsa müqayisə doğru olar. 2,2-də 1 saat, yəni bu eləyəcək 2 saat 120 dəqiqə, o da yarısı 150 dəqiqə. Doğru cavab D variantında verilib. Bu qədər. Növbəti sualların izahı ilə qarşınızda olarıq. Hələlik sağ olun.